Əgər istədiyin həyatı yaşamaq istəyirsənsə, mütləq bu videonu sona qədər izlə. Salam, mən Sona Çərkəzli. Kanalıma xoş gəlmisən. Bu kanalda sənin inkişafın üçün çoxlu videolar var. Əgər sən də özünü inkişaf etdirmək istəyirsənsə, özünün ən yaxşı versiyasına çatmaq istəyirsənsə, kanalıma abunə olub videonu bəyənib rəy yazmağı unutma. Mən belə düşünürəm ki, hər kəs bu dünyaya gəlibsə, istədiyi həyatı yaşamalıdır və bu istədiyi həyatı da kimdənsə gözləmək yerinə özü qurmağı bacarmalıdır. Soruşsaz ki, bəs sən istədiyin həyatı yaşayırsanmı? Deyərdim ki, hə və daha çox istədiyim şeylər də var. Onlar üçün çabalayıram ki, onları da həyatıma keçirə bilim, həyatıma çəkə bilim və bundan sonraki istəklərimi də çox rahat həyata keçirim. Desəz ki, bəs yaxşı, necə edə bilərik bunu? Mən burada öz şəxsi təcrübəmə əsasən danışacağam. Yəni, mənim dediklərimi tövsiyə olaraq qəbul edib, həyatınıza keçirə bilərsiniz. Mənim həyatımda işə yarayıbdır. Düşünürəm ki, sizin üçün də faydalı ola bilər. Onun üçün mən belə qeydlər götürmüşəm və bu qeydləri sizə demək istəyirəm. İlk olaraq əzizim, istədiyin həyatı konkretləşdir. Yəni, bugün otururuq, bu videoya baxandan sonra otururuq, bir qələm, bir dəftər götürürük, yoxsa bir A4 kağız götürürük. Fərqi yoxdur, sənə necə rahatdırsa. Götürürük və yazırıq, istədiyim həyat necədir? Məsələn, bəlkə sənin istədiyin həyatda yazırsan ki, səhərlər saat 5-də oyanmaq, daha disiplinli olmaq, filan evdə yaşamaq, filan maşınım olsun, filan işdə işləmək və yaxud da çoxlu səyahət eləmək. Yəni, hər kəsin istədiyi həyat fərqlidir. Biri üçün istədiyi həyat günorta saat 1-də, 2-də oyanmaq, sadəcə evdə film izləmək və işləməsə də ona pul gəlməsi və sadəcə yataraq həyatını evdə keçirmək ola bilər. Bu, onun istədiyi həyat ola bilər. Birinin istədiyi həyat da ola bilər ki, öz işini qursun, öz işi olsun, saat 5-də oyansın, disiplinli olsun, istədiyi yeri gəzsin. Birinin də istədiyi həyatı ola bilər ki, işləyə-işləyə gəzsin. Məsəl üçün, mənim istəklərimdən biri budur ki, mən həm istədiyim işi işləyim, həmçinin də dünyanı gəzərək bunu eləyə bilim. Çox şükür ki, artıq bunu eləyə bilirəm, yəni istədiyim yerdən işləyə bilirəm. Ona görə birinci, yəni sən qərar verməlisən və beyninə artıq onu çatdırmalısan ki, mən nə istəyirəm. Çünki beyin konkret bir şey görməyəndə hərəkətə keçmir və bunu əsaslandırmalısan. Nəyə görə istəyirsən? Məsəl üçün, filan kəs hər gün saat 5-də yuxudan durur və çox disiplinlidir. Ona görə mi istəyirsən? Yoxsa həqiqətən də sənin istədiyin həyat budur, buna görə istəyirsən. Yəni, biz həyatımızı başqalarının istəklərinə, başqalarının görünüşünə, başqası belə elədi, mən də eləyim deyə yox, yəni başqalarının həyatı görünüşünə deyirəm, həyatda necə göründüyünə görə yox, öz istədiyimizə görə yaşamalıyıq. Buna görə də birinci olaraq nə edirik? Götürürük dəftər qələmimizi və istədiyimiz həyat necə görünür? Bunu konkret olaraq yazırıq. Çünki beyin görsün və ondan sonra hərəkətə keçməyə başlasın. Daha sonra ikinci olaraq yazmışam ki, özünü yeni həyatına uyğunlaşdır. Məsələn, sənin istədiyin həyat belədir. Misal üçün deyirəm, səhərlər saat 5-də 6-da oyanmaq, disiplinli olmaq, gündəlik 6-7 saat, bəlkə də 8 saat yuxum yatmağın hər insanın fiziologiyası fərqlidir, bədən quruluşu fərqlidir, sizə görə yuxu saatı fərqli ola bilər. Buna uyğun yuxu saatınızı yatmaq, sağlam qidalanmaq, sağlam olmaq, öz işinizi qurmaq və yaxud da ki, hər hansı bir şirkətdə işə qəbul olmaq, yəni nədirsə bunu yazmısan. Və bundan sonra özünü yeni həyatına uyğunlaşdırmağa başla. Məsələn, sən deyirsən ki, mən istədiyim kimi rahat həyatı yaşamaq istəyirəm. Bunun üçün, indi əgər o həyatı yaşaya bilmirsənsə, misal üçün, əslində istəyirsən ki, sənin öz işin olsun, evdən işləyəsən və yaxud da istədiyin yerdən işləyəsən və fikirləş ki, əgər belə işləsən, normalda neyini yerdin? Məsəl üçün, istədiyim zaman, məsələn, səhərlər oyanardım, idmanımı eləyərdim, vaxtım qalardı, məsəl üçün, fərqli kurslar almağa, hər hansı bir istirahətə getmək, bunu bilirsən. Onu indi edə bilməsən də, elə davranmağa başla. Məsələn, saat sən 7-də evdən çıxmalısan və 9-da işdə olmalısansa, 6-da oyanırsan ki, hazırlaşırsan 7-də evdən çıxasan. Deyə bilərsən ki, mənim vaxtım qalmır da, amma nə edə bilərsən? Hər gün oyandığından 1 saat tez oyana bilərsən. Axşam da hər gün yatdığından 1 saat tez yatərək yuxunu balanslı eləyə bilərsən. Hər gün o 1 saata öz həyatını, özünü inkişaf etdirəcək, o istədiyin həyata çıxacaq nələr var? Misal üçün, deyə bilərsiniz ki, mən bunun üçün ingilis dilini yaxşı öyrənməliyəm. Misal üçün, deyə bilərsiniz ki, mən bunun üçün özümü yaxşı inkişaf etdirməliyəm, çoxlu kitab oxumalıyam. Misal üçün, deyə bilərsiniz ki, mən bunun üçün dünya görüşümü artırmalıyam. O 1 saatı onu sıxışdırmağa çalış. Gündəlik, məsəl üçün, yolla gedirsən, taksilə gedə bilərsən və yaxud da özün maşın sürürsənsə, podkast dinləyə bilərsən, səni inkişaf etdirəcək. Yəni, boş vaxtlarını belə dəyərləndirərək, o olmaq istədiyin insana yavaş-yavaş yaxınlaşa bilərsən və özünü onsuz da elə bir insan kimi aparsan, məsəl üçün, bir ildən sonra elə olmaq istəyirsənsə, indidən onu özünə aparsan, bədənin də buna uyğunlaşar və artıq o istədiyin həyatı özünə daha rahat çəkərsən. Təbii ki, burada daha rahat çəkərsən deyəndə, oturduğum yerdən mən xəyal qurum və o mənim həyatıma gəlsin deyə bir şey yoxdur. Sən çalışdıqca fürsətlər də daha çox sənin qarşına çıxır. Əslində, fürsətlər hər zaman var, sadəcə olaraq beynin o fürsətləri daha çox görür və dəyərləndirir və beləliklə sən istədiyin həyata yaxınlaşa bilirsən və istədiyin həyatda inşallah ki, aranızda kimlər istədiyi həyatı varsa, onu da, yəni o həyata çatsın.
sonra yazmışam ki, hər gün kiçik addımlardır. Baxın, hər gün kiçik addım atmaq lazımdır. Sənin istədiyin həyatın içində sən çox disiplinli birisənsə, amma vaxtım yox deyirsənsə, bayaq dediyim məsələ, 1 saat tez oyana bilərsən, yaxşı yarım saat tez oyana bilərsən. Və yaxud da ki, özünü inkişaf etdirmək üçün hər gün kitab oxumaq istəyirsənsə, amma kitab oxumağa vaxtım yoxdur demə. Məsəl üçün, avtobusla gedirsən, avtobusda kitabını oxuya bilərsən, kitab əlində tuta bilmirsən, telefondan PDF-ini oxuya bilərsən, lap kitab səndə var, şəkillərini çəkib telefondan baxa bilərsən və hər gün kiçik addımlara, yolum 10 dəqiqədir, mənim çox vaxtım yoxdur, 10 dəqiqədə belə 10 səhifə kitab oxuya bilərsən. Yəni bunu nəzərə almaq lazımdır. Daha sonra səni geriyə çəkən insanları burax. Baxın, ən əsası demək olar ki, budur əzizlərim. Çünki bəzən biz xəyallarımızı qururuq və ətrafımıza gedirik, deyirik, mən belə eləyəcəm, mən belə iş quracağam, mən dünyanı gəzəcəm, həm işləyəcəm, həm gəzəcəm. Yəni hər birinizin istədiyi həyat fərqli ola bilər. Məsəl üçün belə eləyəcəm deyirsiniz. Və bir də görürsünüz ki, ətrafınızdan başlayırlar. Kim eləyib onu? O vaxtda elə başlayanlar başladı, elədi. Sən indi bu işi qursan güya alınacaq ki. Belə deməyə başlayırlar. Misal üçün, mənim tələbələrim, bilirsiniz ki, mən sosial media mütəxəssisiyəm və mənim tələbələrim də gəlirlər məndən sosial medianı öyrənirlər. İstəyirlərsə öz işlərini, öz bizneslərini, sosial medialarını doğru idarə edərək işlərini böyüdürlər. İstəyirlərsə də mənim kimi sosial media mütəxəssisi olaraq səhvlər idarə edirlər və yaxud da gələcəkdə artıq özlərinin təcrübə yığandan sonra, yaxşı biləndən sonra təlimlər keçirlər, mentorluq eləyirlər, konsultasiyalar keçirlər və beləliklə qazanmağa başlayırlar. Və bunu çox zaman belə eşidirəm. Deyirlər ki, biz məsəl üçün dedik ki, SMM öyrənəcəyik. Qayıtdılar, dedilər ki, indi nə qədər SMM var, sən olacaqsan SMM. Baxın, belə insanları həyatınızdan uzaqlaşdırın. Çünki onlar öz uğursuzluqlarını sizə proyeksiya edirlər. Belə insanları həyatımızdan uzaqlaşdırmaq lazımdır. Uzaqlaşdıra bilmirsinizsə, mümkün qədər öz hədəflərinizdən, məqsədlərinizdən onların yanında danışmayın. Çünki istər-istəməz insan motivasiyadan düşə bilir, istər-istəməz insana o mənfi enerji təsir edə bilər. Ona görə çalışın ki, ətrafınızda sizi dəstəkləyən insanlar olsun. Təbii ki, boş-boş dəstəkləyənlər yox. Hər dedimə, sən 100% eləyərsən. Bütün gün sən evdə yatırsan, amma deyirsən ki, mən gələcəkdə öz biznesimi quracağam, amma bütün heç nə eləmirsən, o da səni dəstəkləyir ki, hə, sən eləyəcəksən. Belə boş dəstək yox. Həqiqətən də sənin dediklərinə dəstək olan, sənin yanında olan insanlar mühit lazımdır. Bir də biri var ki, sən 5 nəfərin ortalamasısan. Biri var sənin ətrafında 4 nəfər avara insanlar olsun və 5-ci avarada sən olacaqsan. Heç nə eləməyən. Avara deyəndə yenə hər kəsə görə bu fərqlənir, amma heç nə eləməyən, bütün gün boş-boş gəzən, boş-boş danışan, heç bir şey, yəni həyatına çəkməyən, təbii ki, bu insanların da öz seçimidir. Biz əsla yargılamırıq, ancaq belə mi olmaq istəyirsən, seçim sənindir. Amma sən deyirsən ki, mən özümü inkişaf etdirmək istəyirəm. Deməli, ətrafına özünü inkişaf etdirən insanlar çəkməlisən ki, onların ətrafında olmalısan ki, sən də onlardan biri olasan. Çünki sən 5 nəfərin ortalamasısan. 4 nəfər kimsə, 5-cidə sənlə olmağa başlayırsan. Çünki danışdığınız mövzular sizi formalaşdırır. Çünki getdiyiniz yerlər sizi formalaşdırır. Aldığınız kurslar, danışdığınız söhbətlər, etdiyiniz, qurduğunuz xəyallar sizi formalaşdırır. Buna görə də çalışın ki, səni geriyə çəkən insanları buraxasın. Daha sonra əzizim, çalış ki, İstədiyin, sevdiyin işdə çalışasan. Düzdür, bu dəqiqə ola bilər ki, hər birimiz buna eləyə bilmirik, istədiyimiz işdə çalışa bilmirik. Amma buna baxmayaraq, məsəl üçün, mən indi sevdiyim işdəyəm, sosial media mütəxəssisiyəm, 2018-dən bəri bu sahədəyəm, əvvəllər səhifələr də idarə edirdim, indi sadəcə təlimlərini keçirəm, mentorluq, konsultasiyalar verirəm, lazım gələrsə, bu iş təklifləri gələndə dəyərləndirmək lazım olarsa dəyərləndirirəm və yaxud da ki, tələbələrimə yönləndirirəm, onlar işləyirlər bu. Və bu mənim sevdiyim işdir və sosial media mütəxəssisliyi də elə bir işdir ki, yəni sosial media günümüzün tələbidir deyə mən istədiyim ölkədə gedəndə belə işimi görürəm və yaxud da ki, gedirəm hər hansı bir yerə, yenə də işim məndən gəlir. Yəni bu cür, mən istədiyim həyatda işim bu cür idi, bunu seçmişəm. Yəni siz də çalışın ki, işiniz elə olsun. Bəlkə siz böyük bir şirkətdə 9-6 çalışmaq istəyirsiniz. 9-6 heç bir zaman mən pis demirəm ki, pis işdir. Sadəcə mənə uyğun iş deyil deyə mən həmişə deyirəm, freelancer olaraq evdən və yaxud da istədiyin yerdən işləyə bilərsən. Çox rahat və çox yaxşı qazanclı. Amma əgər sənin istədiyin 9-6 sistemi işindəsə, böyük bir şirkətdə çalışmaq istəyirsənsə və yaxud da böyük bir şirkət olmasın, bir şirkətdə çalışmaq istəyirsənsə, bu zamanda bunu seçə bilərsən. Amma sevdiyin iş olsun. Çünki insan sevdiyi işi görəndə, düzdür, mən deməyəcəm ki, yorulmur falan. Bəli, yorulur, zəhmət də çəkir. Baxın, əziyyət çəkmir amma. Yaxşımı? Sevdiyi işdə olanda insan əziyyət çəkmir, zəhmət çəkir, yorulur, amma bunu sevərək eləyir deyə davamlı ola bilər. Ona görə sevdiyiniz işi tapmanızı tövsiyə edirəm. Əgər sizə sosial media maraqlıdırsa, günümüzün tələbi də sosial mediadır. Sosial medianı öyrənib, istər öz işinizi, öz biznesinizi böyütmək, istərsə də mənim kimi sosial media mütəxəssisi olaraq çalışmaq istəyirsinizsə, mənə Instagramdan yaza bilərsiniz. Instagram adresimi burada qeyd eləmişəm. SMM Pro kursu ilə maraqlanıb ətraflı məlumat ala bilərsiniz. Ən son isə qərar ver və hərəkətə keç. Baxın əzizlərim, bunu bildik, tutaq ki, bildik ki, artıq istədiyimiz həyatdır. Oturduq, yazdıq, mən də burada qeydlərimi dedim, istədiyimiz həyatı konkretləşdirdik, özümüzü yeni həyata uyğunlaşdırıq. Bunları bildik. Amma onu yazandan sonra qərar verib
görüb hərəkətə keçmək lazımdır. Bunu eləyim, birinci gündən başlayaram, ayın birindən başlayaram, bu il qutarsın gələn başlayaram. Belə deməklə əlbəttə ki, biz irəliyə gedə bilmirik. Buna görə də əzizlərim, nə lazımdır? İrəliyə getmək üçün, davamlı olmaq üçün, inkişaf etmək üçün qərar vermək və hərəkətə keçmək lazımdır. Ümid edirəm ki, bu video sənin üçün faydalı oldu. Əgər bu tipli videoların daha çox gəlməsini istəyirsənsə, kanalıma abunə olub və yazıb videonu bəyənməyi unutma.